Bu videoda sizə sadələşdirilmiş vergidə sıfır hesabat necə verilir, onu izah edəcəm. Məsələn, siz YouTube-dan gəlir əldə edirsiniz və hər il bu gəlirin hesabatını verməlisiniz. Əgər sizin gəliriniz olmayıbsa, yəni YouTube-dan gəlir olub, amma bank hesabına köçürmə olmayıbsa, avtomatik olaraq sıfır hesabat verməlisiniz. Bundan ötürü Google-a daxil olursunuz. Daha sonra axtarış yerində internet vergi xidməti yazaraq daxil olursunuz. Açılan bu səhifədə birinci linkə keçid edirsiniz. Həmin bu linki də videonun şərh bölməsində qeyd edəcəm. Buradan sağ yuxarı hissədə olan 3 xəttə toxunub daxil ol butonuna klik edirsiniz. Açılan bu səhifədəki seçimlərdən birincini, yəni asan imzanı seçirsiniz. Asan imza nömrənizi və asan imzanın istifadəçi ID-sini yazıb daxil ol butonuna klikləyirsiniz. Daha sonra sizdən asan imza təsdiq istəyir. Buranı təsdiq edirsiniz. Təsdiq etdikdən bir neçə saniyə sonra ikinci dəfə də təsdiq istəyir. Bunu da qəbul edirsiniz və asan imza PIN 1 kodunuzu daxil edib növbəti mərhələyə keçid edirsiniz. Növbəti mərhələyə keçid etmək bir neçə saniyə vaxtınızı ala bilər. Buna görə də saytı tərk etməyin. Daha sonra burada 2 seçim çıxır. Buradan VN olan hesabınızı seçirsiniz. Qarşınıza belə bir səhifə çıxır və həmin bu sayt kompüter formatında olduğuna görə telefonda tam olaraq açılmır. Bundan ötürü telefonu üfüqi vəziyyətdə tutub əməliyyata davam edə bilərsiniz. Telefonu üfüqi vəziyyətə gətirdikdən sonra sol tərəfdə olan sütundan 3-cü xanaya daxil olursunuz. Açılan bu hissədə sağ yuxarı hissədə olan yeni bəyannamə butonunu klikləyirsiniz. Daha sonra burada verginin adı bölməsinə sadələşdirilmiş vergi yazaraq təsdiq edirsiniz. Təsdiq etdikdən sonra dövr sözünün qabağında olan birinci xanaya neçənci rübün hesabatını verirsinizsə onu seçirsiniz. İkinci xanada isə hesabat təqdim etdiyiniz ili seçirsiniz. Avtomatik olaraq aşağıda belə bir səhifə açılır. Bəyannamə növü cari olaraq qalır və davam et butonuna klikləyirsiniz. Burada ekranda gördüyünüz butonu klik edirsiniz. Daha sonra bəyan ediləcək məlumatım yoxdur butonunu təsdiq edirsiniz. Səhifənin ən aşağı hissəsində isə istəyə görə öz telefon nömrənizi daxil edə bilərsiniz, amma vacib deyil. Şəhadətnamə nömrəsi və tarixi bölməsini isə boş buraxırsınız. İrəli butonuna klik edirsiniz və sizin yekun bəyannaməniz hazırdır. Hal-hazırda ekranın sağ tərəfində sıfır hesabat verdiyinizə görə bütün vergi məbləği sıfır olaraq qeyd olunub. Ən aşağıda olan təsdiq butonuna klik edirsiniz və həmin bu bəyannaməni təsdiq etmək üçün bəli butonunu təsdiq edirsiniz. İkinci dəfə də sizə belə bir xəbərdarlıq göstərilir. Bunu da qəbul edirsiniz. Və ekranın sağ hissəsində belə bir bildiriş çıxır. Həmin bu bildirişdə qeyd edilir ki, bəyannamənin statusunu izləməkdən ötürü bəyannamələr səhifəsinə keçid etməlisiniz. Siz yenidən ilk səhifəyə qaydanda ən üstdə ən son bəyan etdiyiniz bəyannamə göstərilir. Status olaraq hələ yoxlama mərhələsindədir. Bu bir neçə gün və yaxud saat sonra digər bəyannamələr kimi təsdiqlənmiş statusuna düşəcək. Əgər bəyannamənin statusunu hər dəfə bu saytdan girib yoxlamaq istəmirsinizsə, Vergilər Nazirliyinin proqramını telefonunuza yükləyirsiniz. Açılan bu səhifədə asan imza ilə daxil olursunuz. Asan imza ilə daxil olduqdan sonra aşağı hissədə xidmətlər bölməsinə keçid edirsiniz. Açılan bu səhifədən bəyannamələr bölməsinə daxil olub, biraz əvvəl bəyan etdiyiniz bəyannamənin statusunu görə bilərsiniz. Gördüyünüz kimi hal-hazırda da yoxlama mərhələsindədir. Bəyannamənizi saytdan edib, təsdiq olub olmamağını isə həmin bu proqram vasitəsilə rahatçılıqla yoxlaya bilərsiniz. Həmin bu proqramdan bəyan etmək mümkün deyil.